Zaqatalada həvəskarlar arasında mini futbol turniri başlayıb. Gənclər və İdman Nazirliyinin Regional İdman İdarəsinin dəstəyi, eyni zamanda sponsorlar və yerli futbol ictimaiyyətinin təşəbbüsü ilə keçirilən yarışlar ötən il dünyasını dəyişən Sabit Ağayevin xatirəsinə həsr olunub. Açılış mərasimindən öncə iştirakçılar Sabit Ağayevin məzarını ziyarət edib əklil qoyublar. Galatasaray azərkeşi olduğu üçün bu klubun bayrağı dalğalandırılıb. Simurqun əvəzedici komandasında çıxış etmiş Ağayev yarışların keçirilməsində böyük pay sahibidir. O eyni zamanda buna qədər təşkil olunan turnirlərin maraqlı iştirakçılarından idi. Zaqatala, Balakən, Qax və Şəkidən 35 komandanın qüvvəsini sınayacağı turnir mayın 17-sinədək davam edəcək. Hər il ənənəvi keçirilən yarışın təşkilində məqsəd idman ruhunun formalaşması və futbolun təbliğinə dəstəkdir. Bu çempionatda Sabit Ağayevin xatirəsinə həsr olunur. Sabit Ağayev çoxdan bizlə bir yerdə, bu stadionda bizlə futbol oynayan oyunçuydu. Bizim komanda yoldaşımız idi, yaxınımız idi, dostumuz idi. Bu başlıqda onun yad olunması, bu çempionatın adından yad olunması həqiqətən çox sevindirici və sevindirici bir haldır. Sabit Ağayevin xatirəsinə həsr olunmuş futbol turnirinə yığışmışıq. Çox əlamətdar hadisədir ki, bu turniri tələbələrin və gənclərin mədəni, kütləvi və idman sahəsində fəaliyyətini işıqlandırmaq üçün çox böyük əhəmiyyəti vardır və biz bu tədbiri təşkil edənlərə öz təşəkkürümüzü bildiririk.